Bu günlərin mən sizə Əmək Məcəlləsi maddə 247 və 253 haqqında danışmaq istəyirəm, hansı ki, yaşı 18-dən az olan işçilərlə bağlı əsas qaydalar. Onlara xüsusi qorunma rejimləri var, hansı ki, onların yaşı və təcrübəsi az olduğu üçün qanun əlavə təminatlar verir. İşə götürən bu qaydalara mütləq şəkildə əməl etməlidir. İşə qəbul 15 yaşdan aşağı şəxslər işə götürülə bilməz. 15 yaşdan 18 yaş arası şəxslər isə işə götürülə bilər. Təhlükəli işlərdə işləmək onlar üçün qadağandır, hansı ki, ağır, zərərli, yeraltı işlərdə, gecə klublarında, alkoqol və tütünlə bağlı sahələrdə işləmək olmaz. Ağırlıq qaldırma məhdudiyyəti var, yüklərin çəkisi üçün xüsusi limitlər var, hansı ki, oğlanlar və qızlar üçün fərqli olur bu. Həddindən artıq yük qaldırmaq qadağandır və onlar mütləq şəkildə tibbi müayinə olunmalıdırlar işə götürənin hesabına. İşə qəbuldan əvvəl və hər il mütləq şəkildə tibbi yoxlamadan keçməlidirlər. Və onların iş vaxtı qısaldılmış iş rejimində olur, amma əmək haqqısı böyüklər kimi tam ödənilir. Və mütləq şəkildə peşə hazırlığı olmalıdır onlarda. İşə götürən onların öyrənməsi və inkişafı üçün mütləq şəkildə şərait yaratmalıdır.